Gecə-gecə bir spiral yerləşdirəcəyik. Uşaqlıq daxili spiraldır bu. Qorunmaq üçün olan spiral. Bu spirallar ümumiyyətlə kök atmır. Bunların bu hissəsində mis olur. Bu mis də kökəlmə effekti verən bir şeydir. Bu da plastik materialdır. Ona görə spiral məni kökəldir deyib ortalıqda yalandan gəzməyin. Spiralın işi sizi qorumaqdır. 90-95% ehtimalla ən azı sizi hamiləlikdən qoruyur. Bu ip hissəsini görürsünüz. İp hissəsini çöldə kəsirik. Kiçik bir hissə qoyuruq ki, sonra çıxarda bilərik. Çıxartmaq vaxtımızda 5 ildən sonradır. 5 ili tamam olanda spiralı çıxardırıq. Qorunma ehtimalı da 90-95% yəni ortalaması budur. Cinsel əlaqə vaxtı da pasiyent dözə bilsə, daha doğrusu yoldaşı dözə bilsə 1 aydır. Belə amma bizdə əksər qadınlar 2-3 həftə sonra cinsel əlaqəyə başlayırlar müəyyən səbəblərə görə. Ağırlıq qaldırmaqda 1 ay olmaz. 6 aydan bir də kontrol edirik. Spiral yerindədirmi, deyilmi? Çünki kontrol etməsə, yerini dəyişsə, onda qoruyuculuğu itmiş olur. Onda həm də xanıma həm ağrı verir, həm də qanaxma verir.